Həqiqətən də bizim ən gözəl niyyətlərimiz Əhl-i-Beyt məclislərində gerçəkləşir. Çünki insan bu məclislərdə olub ağlayanda həqiqətən də problemlərini unudur. O ancaq həqiqi ailəsinin müsibətlərini xatırlayaraq ağlayır. Biz insanlar öz niyyətimizlə çox şey ala bilərik, amma təəssüf ki, çox az istifadə edirik. Qiyamət günü hamımız peşman olacağıq. Nəyə görə peşmansan? Dünyada nə edə bilmədik? Yox, daha doğrusu asanlıqla edə bildiyimiz, amma heç düşünmədiyimiz şeylərin peşmançılığı. Nə kimi? Niyyət kimi. Həqiqətən dünyada 1000 məscid tikmək fikrində ola bilməzdinizmi? 1 milyon kasıbı və yetimi dolandırmaq fikrində ola bilməzdinizmi? Fələstindəki körpələrə, məzlumlara kömək etmək niyyətini edə bilməzdinizmi? Ola bilməzdi? Mümkündür, amma etinasızlıq etdin. Fikrin yayındı.